Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Tanınmış müğənni, Təranə Qumralın bloger qızı Fidan Günah uğurla verilişində ilk dəfə efirə çıxaraq hamını duyğulandırıb. Xəbər verilir ki, o efirdə anası ilə bağlı səmimi hisslərini paylaşaraq göz yaşlarını saxlaya bilməyib. Sənətçini övladı hisslərini və sevgisini kifayət qədər üzə çıxara bilmədiyini etiraf edib. Hisslərimi, sevgimi göstərə bilmirəm deyə Fidan bildirib. Sonra o anasına sarılıb və etirafları studiyadakı qonaqları və izləyiciləri kövrəldib. Onun səmimi və emosional çıxışı sosial şəbəkələrdə də tamaşaçılar tərəfindən maraqla qarşılanıb.